Bu ilin avqust ayında Azərbaycana gələn turistlərin xidmətlərlə bağlı məmnunluq səviyyəsi açıqlanıb. Yenavaz.com xəbər verir ki, bu ilin avqust ayında turizm məqsədi ilə Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən 161.784 nəfər göstərilən xidmətləri qənaətbəxş hesab edib. Eyni zamanda 16.892 turist təqdim olunan xidmətlərdən narazı qalıb. Onların fikrincə bəzi xidmət sahələrində keyfiyyət problemləri müşahidə olunur. Ən çox narazılıq avtobusla sərnişin daşıma xidmətində qeydə alınıb. 3029 nəfər bu xidməti qənaətbəxş saymayıb. Bundan başqa metro xidməti ilə bağlı 1546 nəfər, taksi xidməti ilə bağlı 2545 nəfər, yerləşmə xidməti ilə bağlı 1575 nəfər, ictimai yaşayış xidmətlərindən isə 3204 nəfər narazılıq bildirib. Eyni zamanda tur agentliklərin xidmətlərindən 605 nəfər, bələdçi xidmətlərindən 1766 nəfər, digər xidmətlərdən isə 2622 nəfər narazı qalıb.